Alimlərin avtomobil yollarına yaxın ərazilərdə yaşayan insanların sağlamlığı ilə bağlı apardığı araşdırma ortaya maraqlı faktlar çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, bu ərazilərdə yaşayan insanların yuxu pozğunluğu, sinir sisteminin pozulması, sonsuzluq və ürək-damar xəstəliklərinə tutulma riski daha çoxdur. Buna səbəb həmin ərazilərdə havanın kirli olması, yerli-yersiz siqnallardan istifadə əsəblərə birbaşa təsir göstərərək ən arzu olunmaz sağlıq problemlərinə yol aça bilməsidir. Alimlər deyir ki, bütün bunlar birbaşa insan orqanizminə təsir edərək hormonal pozğunluqlar yaradır və belə ərazilərdə məskunlaşan insanları risk qrupuna daxil etməyə əsas verir. Bunu nəzərə alan mütəxəssislər tikinti şirkətlərinin rəhbərlərinə ev tikərkən işlək yollara yaxın məsafələrdən mümkün qədər uzaq olmağı tövsiyə edirlər.